Axşam saatlarında yağan intensiv yağış nəticəsində paytaxtın Nərimanov rayonunda yerləşən Bağırov körpüsünün avtomobillər üçün nəzərdə tutulmuş keçidində avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb. Buna isə səbəb yağış sularının həmin keçidə dolması və bu səbəbdən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları səhər saatlarından işlər aparır. Səhər saatlarından işlər aparılmasına baxmayaraq ərazidən su hələ demək olar ki, tamamilə yığışdırılmayıb. Yağan yağış nəticəsində növbəti su basmış keçidlərdən birindəyik. Bura Sabunçu qəsəbəsində yerləşən avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş keçiddir. Burada da Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dayanmadan iş görürlər. Ərazidə olan yağış sularını ərazidən uzaqlaşdırırlar. Bu ərazidə də avtomobillərin gediş-gəlişinə tam qadağa qoyulubdur. Ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə yanaşı polis əməkdaşları da gücləndirilmiş iş rejimində çalışırlar. Burada heç tank da keçmez. Tank keçmez bu yolda. Tank. Mən nə qədər yerdə yaşamışam, belə şey görməmişim. Vallahi belə şey mən mətəl qalmışam. Qeyd edək ki, yaranan vəziyyətlə bağlı Sabunçu qəsəbəsindən üzü şəhərə gedən istiqamətdə xətt müşahidə olunur. Növbəti ünvan Sabunçu Dəmir Yolu Vağzalının qarşısıdır. Gördüyünüz kimi bu ərazidə də yağan yağışlar demək olar ki, ətrafda böyük bir gölməçiyə səbəb olub. Və onu da qeyd edim ki, ətrafda olan iaşə obyektlərinin də fəaliyyəti müvəqqəti olaraq dayanıbdır. Buna isə səbəb yağan yağışların nəticəsində həmin ərazilərdən, həmin obyektlərdən istifadə edilməməsidir. Qeyd edim ki, bu ərazidə avtomobillərlə yanaşı piyadaların da hərəkətinə məhdudiyyət qoyulur. İşləmir, mağazalar su basıb yanıb orada, heç nə, xeyri yoxdur. Gündəlik belə olur da, gündəlik dəndə hər yağış yağanda belə olur. Hər şey, yağış yağanda bu olur. Niyə baxacağım? Gəlmişəm və aptekdən dərim alıma, aptekə girməyə, evdə xəstəm var. Girə bilmirəm, çıxa bilmirəm. Dərmanlarımı almaq istəyirəm, keçə bilmirəm o yana bir yana, gözüm də zəif görür. Axı belə olmaz axı.